Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Meyxana ifaçısı Ağamirzə Məmmədovla həmkarı Ruslan Müşfiqavadlı arasında qalmaqalı yaşanır. Xəbər verilir ki, Ruslan Müşfiqavadlı mətbuata açıqlamasında bu sənətdə özünə heç kimi ustad görmədiyini bildirir. Meyxanada mənim ustadlığım sözü yoxdur. Onlar mənim yox, sənətimin ustadlarıdır. Ona görə də onlara ehtiram göstərirəm. Nə Ağamirzə, nə də Vüqar Əbdülov mənim ustadımdır. Onlar mənə heç nə öyrətməyiblər. Meyxanaçı Ağamirzə Məmmədov həmkarının fikirlərinə münasibət bildirmək istəmədiyini deyib. Cavandırlara fikir vermək lazım deyil. Ruslan bacım oğludur. Həmişə mənə dayı deyir. Cavandır da deyib nə etmək olar. Ruslan çox qabiliyyətli oğlandır.